Allah qatında əməllərin ən üstünü və insanların ən üstünü köksü, qəlbi salamat olandır. Yəni, kin-kudurətdən, həsəddən uzaq və təmiz olandır. Və buna görə qəlb məsələsi olduqca mühümdür. Yəni, qəlb baxılan yer, qiyamət günü də baxılan yer qəlbdir. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. O gün nə mal dövlət, nə oğul uşaq fayda verəcəkdir. Yalnız Allahın huzuruna salamat qəlblə gələndən başqa. Ona görə digər hədisdə də gəlir ki, İnna Allah la yanzuru ila suvarikum və la ila əcsamikum. Yəni, Allah Teala sizin surətinizə və zahiri görünüşünüzə baxmaz, lakin qəlbə və qəlbdən doğan əməllərə baxır. Yəni, Allah Teala'nın baxdığı yer bizim qəlbimizdir. Amma çox təəccüblü olan burasıdır ki, insanların baxdığı yeri təmiz saxlamaya çalışırıq. Amma Allah Teala'nın baxdığı yer çirkab, natəmiz vəziyyətdə qalır və onu aradan qaldırmağa çalışmırıq. Və bundan sonra insan bu aya dilini də təmizləməklə daxil olmalıdır. Nəvavi Rahiməhullah buyurur ki, yəni bil ki, hər bir mükəlləf dilini hər bir kəlamdan qorunmalıdır, yalnız xeyri, məsləhəti üstün olandan başqa. Nə vaxt kəlamın xeyri ilə zərəri eyni olarsa, tərk olunması daha üstündür. لِأَنَّهُ قَدْ يَنْجَرُّ الْكَلَامُ مُبَاحِ. Hətta mübah olan, özü-özlüyündə icazəli olan danışıq belə uzandığı zaman insanı harama da aparır və yaxud bəyənilməyən danışıqlara aparır. Və bu da adətdə çoxdur. Salamatçılığa da bərabər bir şey yoxdur insanın salamat qalmasına. Əbu Hüreyra radiyallahu anhudan gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən kənə yu'minu billahi vəl yevmil əxiri fəlyəqul xeyran əv liyasmud. Kim Allaha və qiyamət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun. Yəni, fikir versək görərik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha və qiyamətə imanı yanaşı gətirir. Allaha və qiyamətə. Baxmayaraq ki, imanın dayaqları 6-dır, amma onların ikisini qeyd edir. Allaha və qiyamətə iman.